Kollecə qəbul oldum. Qrupda sadəcə bir qızla aram yaxşı idi. Ailəm rayonda yaşadığı üçün Bakıda kirayədə qalırdım. O qızla birlikdə qalırdıq və mənim dayım oğlu ilə tanış oldu. Sonra bibisi oğlu ilə məni tanış etdi. Aramız yaxşı idi. Oğlan Rusiyada işləyirdi, amma hər özəl günümdə hədiyyələr göndərirdi. 5 ay danışdıqdan sonra Azərbaycana gəldi, görüşdük. Bir ay sonra elçi göndərdi. Atası yox idi, anasını göndərmişdi. Atamın çox pis xasiyyəti var, dalaşdı, pis sözlər dedi və məni vermədi. Bir müddət yenə danışdıq. Sonra borclarım, problemlərim var dedi. Kollec üçün ayırdığım illik pulumu atdım ki, borclarını ödəsin. 1-2 ay yenə işləmək üçün getdi. Getdiyi gün görüşdük. Dedi hər şeyi düzəldəcəm, hər şey yaxşı olacaq. Pul atacağam, illik pulunu da ödəyərsən. 1-2 ay keçəndən sonra pulu atmadı. Mən sənin atanın etdiyini qəbul edə bilmirəm. Səni xoşbəxt edə bilməyəcəm, evlənəcək şəraitim yoxdur. Səndən sevə-sevə gedirəm dedi və ayrıldı. İndi kollecdən çıxarıblar məni, heç kimin xəbəri yoxdur. Mənə heç vaxt pis olmayıb, onu hələ də çox sevirəm. Sevdiyim adamın pula görə bunu mənə elədiyinə inanmaq istəmirəm. Son çarəm oturub sadəcə onu gözləyirəm ki, bəlkə düzələr, qayıdar. Atamı da heç vaxt bağışlamayacağam.